Bismillahirrahmanirrahim. Salam aleykum değerli Mirac Media izleyicileri, hoş gördük her birinizi. Bugünkü verilişimiz aile hakkında olacak. Ümumiyyətlə bir neçə veriliş sizinle birlikte aile hakkında, aile təşkili hakkında danışacağıq. Necə edə bilərik ki, düzgün ailəni təşkil edək, məhz bu mövzuya işarə edəcəyik. Aile qurmaq bəşəriyyətin ən ilahi hisslərindən biridir. Çox gözəl bir hissdir və ümumiyyətlə ailə qurmaq hissi tarixən bütün insanlarda olub. Fitri olaraq bütün insanlara yerləşdirib Allah Teala. Hər kəsin belə bir istəyi ola bilər zaman zaman, amma ən önəmlisi məhz ailəni düzgün təşkil etmək və eyni zamanda tərəf müqabilini düzgün seçməkdir. Quran-Kərimə biz baxanda görürük ki, Rum surəsi 21-ci ayədə Allah Teala deyir ki, sizin üçün öz növünüzdən zövcələr yaratdıq ki, onlarla aramlıq tapasınız və aranızda sevgi və mərhəmət qərar verdik. Sevgi və mərhəməti Allah Teala Quranda ailəyə nisbət verir və deyir ki, ailə qurun və öz növünüzdən məhz zövcələr yaratdıq ki, bu zövcələr ilə bu mühitdə sevgi və mərhəmət özünüz üçün tapasınız və bununla da aramlıq tapasınız özünüzə. Bəli, ailə təşkili çox önəmli bir addımlardandır və ailə qurarkən bir neçə nöqtələr var ki, biz onlara diqqət etməliyik. Dedik, ailə qurursan, insan aramlıq tapır, rahatçılıq tapır və adamın ən rahat olduğu yer məhz onun ailəsi olur, həmin o mühit olur. Amma o rahatçılığı, aramlığı öncədən tapmaq üçün bir çox addımlar atılmalıdır və bir neçə önəmli nöqtələr var ki, onlara diqqət edilməlidir. Ən birincisi ailə təşkilində diqqət edəcəyimiz nöqtələrdən biri niyyətimizin Allaha xatir olmasıdır. Görmürsünüz, bəzən insanlar ailə qururlar və ailələrində bir çox problemlər yaranır. Problemlərin qaynağını, nədən qaynaqlandığını, problemlərin hardan başladığını, mənbəsini tapa bilmirlər. Və bu problemlərin ən önəmli səbəblərindən biri ailədən öncə niyyətin ixlasla olmamasıdır. Niyyətin ixlasla olmaması nə deməkdir? Yəni niyyətin Allaha xatir olmamasıdır. Əgər insan ailə qurarkən Allaha xatir ailə qursa və bu ailə həyatında qarşılaşdığı hər bir problemə Allaha xatirdə səbr edəcək. Çünki anlayacaq ki, mən bu ailəni Allaha xatir qurmuşam və təbii ki, yola çıxdığım bu yolda, bu uzun yolda qarşıma problemlər çıxa bilər. Dünya həyatı onsuz da belədir, problemlərlə doludur və biz demək olar ki, bir problemi bitirən kimi, həll edən kimi deyirik, vəssalam, bu bitdi, artıq rahat olacağım ki, növbəti problemlə qarşılaşırıq. Elə ona görə də ailə həyatı da belədir və ailədə problemlər, söz-söhbətlər və yaxud da inciliklər, narazıçılıqlar ola bilər. Bunların olması çox normaldır. Niyə? Çünki iki ayrı insan, iki ayrı fərd, müxtəlif belə deyək, mədəniyyətlərdən, müxtəlif əxlaqlara sahib olan insan, müxtəlif düşüncələrə, istər təfəkkür baxımından, istər nə bilim düşüncə baxımından fərqli olan insanlar gəlirlər, birləşirlər, bir ailə təşkil edirlər. Təbii ki, bu ailədə zaman-zaman anlaşılmamazlıqlar olacaq və bu anlaşılmamazlıqlara dözməyin ən birinci yolu nədir? Daha doğrusu səbr etməyin və səbirlə həll etməyin. Bəzən biz dözmək deyəndə fikirləşirik ki, bütün problemlərin üstündən keçmək lazımdır. Xeyr, təbii ki, mövzuya da işarə edəcəyik geniş bir şəkildə, amma qısa bir halda deyim ki, problemlərə dözmək əslində bu problemlərin üstünə ötmək demək deyil. Ailədəki bütün problemlər danışılaraq həll olmalıdır. Ən önəmlisi məhz budur. Əgər danışılaraq həll olunsa, o zaman başqa bir problem də önə çıxanda onu da həll edə biləcəksiniz. Yox, əgər heç vaxt danışmasanız və yaranan bütün problemləri sizdən ötüb keçməyə çalışsanız, ötüb keçdiyiniz problemlər bir yerdə yenidən üzə çıxacaq və çox şiddətli şəkildə. Ona görə də ailədəki problemlərə səbr etmək və onları səbirlə həll etməyin ən önəmli yolu məhz daha öncədən, ailə təşkilindən öncə niyyəti saflaşdırmaq, niyyəti paklaşdırmaqdır. Niyyətin Allaha xatir olmağını tənzim etməkdir. İnsan ailə quranda da Allaha xatir ailə qurmalıdır. Tərəf müqabilini seçəndə də Allaha xatir ailə qurmalıdır ki, həmin Allaha xatir olan niyyəti ona sonraki proseslərdə kömək etsin və yanında olsun. Bəli, daha sonra düzgün həyat yoldaşı seçimidir.
çox önəmli mövzulardandır əslində. Ona görə ki, günümüzdə ailə qurmaq və ailə dağılması çox qlobal problemdir. Yəni ailə quranda bəzən gənclərimiz deyir ki, düzgün bəy və yaxud da xanım tapa bilmirəm, ailə quram. Kimi dindirsən, yaxşı xanımın az olmağından və yaxşı bəyin az olmağından gilə edir. Daha sonra isə ailə qurduqdan sonra isə başlayırlar ki, niyə ailə qurdum, nə üçün belə oldu və ən belə deyək, xırda problemdə və yaxud da lap böyük problem olsun, fərq etmir. Ən birinci çətinlikdə, dara düşəndə üz tuturlar boşanmağa və fikirləşirlər ki, boşanma çıxış yoludur. Boşanmaq ilə hər şey həll olunur. Elə ona görə də ən birinci işimiz düzgün həyat yoldaşı seçməkdir. Düzgün həyat yoldaşı seçmək bəlkə sizə çətin bir mövzu kimi gələ bilər. Necə edək ki, düzgün həyat yoldaşı seçək ki, indiki zamanda belə bir deyimlər var da, insanları tanımaq olmur, öncədən yaxşı görsənirlər, daha sonradan belə deyək, əvəzlənirlər, dəyişirlər. Bu kimi problemlər yaşanır. Mən bunu qəbul edirəm, amma biz düzgün həyat yoldaşı seçimi üçün müəyyən nöqtələr var. Onlara diqqət etsək, nisbətən özümüzə uyğun, öz xarakterimizə uyğun bir insan ilə ailə qura bilərik. O zaman ailədə yenə də çətinlik ola bilər, amma bu çətinlikləri həll edə bilərik. Belə bir imkanımız ola bilər. Bəli, dəyərli izləyicilərimiz, hələlik bizə ayrılan vaxtımız sona çatır. İnşallah növbəti verilişimizdə görüşmək ümidi ilə deyirəm və təbii ki, mövzumuzu da davam edəcək inşallah. Sağ olun, Allah'a əmanətdə qalın. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.